uzaq kəndlərimizin birində bağban bir babamız yaşayırdı. Babamız əkməyi, becərməyi çox sevirdi. Günlərin birində babamız gəlir bağçanın bir hissəsi qazmağa başlayır. Qazır, həmən hissə hoşuna gəlmir. Keçir bağçanın digər hissəsini qazmağa. Digər hissəmizi də qazır, lapatlanı torpağa vuranda oradan da xoşu gəlmir, görür bərkdir. Keçir torpağımızın digər hissəsini qazmağa. Digər hissəni də qazan zaman görür ki, bu torpaq həqiqətən də əkin üçün yararlıdır. Torpağı qazır, cibindəki toxumları götürür, başlayır torpağa sərməyə. Turp toxumlarımızı torpağa sərdikdən sonra üstünü örtür, suyun verir, gedir evinə dincəlməyə. Bunun üstündən günlər keçir, həftələr keçir, turpumuz yavaş-yavaş başlayır, böyüyüb boya başa çatmağa. Turpumuz böyüyüb, babamız yenə də günlərin birində gəlir bağçaya ki, turpu çıxartsın. Babamız turpu görür və həyəcanlanır. Həyəcanlanır ki, bu turpla boyda olur, görəsən bunu necə çıxardacaq? Babamız yapışır turpun yarpaqlarından, başlayır turpumuzu dartmağa. Dartır, turpumuz çıxmır ki, çıxmır. Babamız məyus vəziyyətdə başlayır gözləməyə. Gözlədiyi anda birdən-birə ağlına bir fikir gəlir ki, həyat yoldaşını çağırsın yanına. Babamız həyat yoldaşı Sümeyrə xalanı çağırır, nənəmiz də gəlir babamıza kömək eləmək. Bu anda enerji yığmaq üçün hər ikisi də başlayırlar oynamağa, rəqs eləməyə. Baba da, nənə də əylənib, enerji topladıqdan sonra yapışırlar turpumuzdan. Baba yapışır turpdan, nənə babadan. Turpumuzu dartırlar, turpumuz torpaqdan ayrılmır ki, ayrılmır. Nənəmiz də babamız da məyus vəziyyətdə başlayırlar bağçanın ortasında gözləməyə. Gözləyirlər, bu anda birdən-birə nənəmizin ağlına bir fikir gəlir. Aha, deyir ki, nəvəm bizdədir, bəlkə nəvəmi çağırır. Aha, nənəmiz şirin, şəkər nəvəsini çağırır ki, yanına, bəlkə bizə dəstək olur, turpu torpaqdan çıxartmağa kömək edir. Buyur, nənəcan. Onlar bizə kömək edirsən, çıxartmağa. Başla. Aha, nəvəmiz də razılaşır, baba yapışır turpdan, nənə babadan, nəvə nənədən. Turpumuzu dartırlar, turpumuz çıxmır ki, çıxmır. Nənəmizin hətta şalı da belindən düşür yorğunluqdan. Hamısı yorğun halda gözlədiyi anda birdən-birə nəvəmizin ağlına bir fikir gəlir. Aha, dostum Toplan çağırıb bizə kömək etsin. Toplan. Nəvəmiz Toplanı da çağırır, ailəmizə dəstək olmaq üçün. Toplan da razılaşır və başlayırlar yenidən turpdan yapışmağa. Baba yapışır turpdan, nənə babadan, nəvə nənədən, Toplan nəvədən. Turpumuzu dartırlar, turpumuz çıxmır ki, çıxmır. Bütün ailəmiz bağın ortasında əyləşib, yorğun, arğın vəziyyətdə gözləyirdilər ki, görəsən növbədə kimi çağırır bizə kömək eləsin, dəstək olsun. Yenidən nəvəmizin ağlına bir fikir də gəlir. Aha, dostum Məstan çağırıb gəlsin bizə kömək eləsin. Məstan. Nəvəmizin dostları boldur maşallah olsun. Nəvəmiz Məstanı da çağırır, Məstan gəlir. Məstan, turpumuz göldə qoydu. Kənddə qədər olub. Gəl kömək olalım çıxaraq, sonra da yeyək. Məstan da razılıq verir. Baba yapışır turpdan, nənə babadan, nəvə nənədən, Toplan nəvədən. Məstan da Toplandan turpumuzu dartırlar. Turpumuz yenə də torpaqdan ayrılmaq istəmir ki, istəmir. Bəli, hər birimiz yorğun, arğın vəziyyətdə gözləyirdik ki, birdən-birə ailəmizin ən güclüsü, ən möhkəmi gəlir ortalığa. Bu kim idi? Bu Siçan qardaşımız idi. Siçan qardaşımız
gəlir öz gücünü nümayiş etdirir hər kəsə. Öz gücünü nümayiş etdirdikdən sonra gəlir ailəmizə nə yoxdur. Yenə də babamız yapışır turpdan, nənə babadan, nəvə nənədən, toplan nəvədən, məstan toplandan, sıçan da məstandan. Nəhayət ki, turpumuz torpaqdan çıxdı. Hər kəs çox sevinir, əylənirlər və başlayırlar deyib, gülməyə, oynamağa. Herkes oynadığı yerden birden bir babamız heyecanlanır. Babamız heyecanlanır, görək bəs nədir? Ay turp hanı ya? Buradaydı. Sıçan yoktu. Yengem atarır. Bəli, nəvəmiz də fikrini bildirdikdən sonra hər kəs qaçır Siçanın və Turpun ardınca. Nağlımız da burada yekunlaşır. Bütün izləyicilərimizə və hər kəsə bütün aktrisalar, görməyən sizə təşəkkürlər edir.